Təsəvvür edin, 14 yaşlı bir qız ölümcül dəm qazı sızmasından sağ çıxır. O mənzildəki gənc bir oğlan isə həyatını itirir. Dəhşətli bir hadisədir. Hə, amma işin ən şok edici tərəfi hələ bu deyil. Bunun ardınca qızın anası kameralar qarşısına keçir və sözün əsl mənasında belə deyir. Kaş oğlan yox, o ölərdi. Allah belə qızın bəlasını versin. Wow. Bir ananın öz övladı üçün bunu deməsi, yəni adamın qanını dondurur. Tamamilə. Bugün masamızda yerli xəbər başlıqları, polis xronikaları, müsahibələr və təəccüblü də olsa, TikTok videoları var. Məqsədimiz siz izləyicilərlə birlikdə bu qəribə tapmacanı açmaqdır. Çox vacib bir məqamdır. Necə olur ki, bir uşaq internetdə minlərlə insanın gözü önündə məşhurlaşdığı halda, dövlət sistemi üçün tamamilə görünməz ola bilir? Düzü, Xətaydakı o mənzildə baş verənlər sadəcə bir qaz sızması deyil. Bəs nədir? Bu illərlə yığılıb qalmış və göz ardı edilmiş sosial problemlərin partlamasıdır. Sən bayaq 14 yaşlı qız dedin, bax o 2012-ci il təvəllüddü Tuba. Artıq 3 ay idi ki, evdən qaçmışdı. Bunu elə anası özü deyir. Bax, ananın o dəhşətli ifadəsi dediyim kimi məni hələ də şokda saxlayır. Amma mənbələrdəki arxa plana baxanda, yəni ailənin vəziyyətinə baxanda, mənzərə biraz fərqli görünür. Elədir, mənzərə çox ağırdır. Ailədə 10 uşaq var, ata gözdən əlildi, dərin bir yoxsulluq hökm sürür. Yəni bu, sanki ipləri tamamilə qırılmış və artıq heç kimi qoruya bilməyən bir təhlükəsizlik toruna bənzəyir. Ay sağ ol, əslində təhlükəsizlik toru deyilən bir şey qalmayıb ortada. Hə, qalmayıb. Çünki mənbələrdə qeyd olunur ki, bu uşaq daha əvvəl də 5 gün qaçıb və Abşeron polisləri onu tapıb geri gətiriblər. Bax, elə problem də buradan başlayır. Yəni? Uşaq tapılır, amma ortada heç bir reabilitasiya və ya psixoloji dəstək yoxdur. Bu, sənin o tor təşbihin kimi, sanki yanan bir evə uşağı zorla yenidən salıb qapını da arxasınca bağlamaqdır. Dəhşət. Bəs dövlət qurumları, məktəb, bunlar hardadır axı? Sualın ən yaralı yeridir. Problem qurumların bir-biri ilə necə ünsiyyət qurmamasındadır. Məktəb rəhbərliyi şagirdin gəlmədiyini görür, düzdür? Hə, yəni jurnala qayıb yazırlar yəqin. Ay sağ ol. Bunu sadəcə davamiyyət problemi adlandırıb jurnala qeyd etməklə kifayətlənirlər. Digər tərəfdən polis uşağı küçədə tapır, lakin sosial xidmətlərlə dərin bir əlaqə qurmadan onu yenidən eyni hüquqi qəyyuma, yəni o yanan evə təhvil verir. Və işini bitmiş sayır. Tam olaraq belədir. Nəticədə ortada böyük bir hesabatlılıq boşluğu yaranır. Deməli, qurumlar arasında sanki qırılmış bir telefon xətti var. Və bu boşluqdan yıxılan uşaq özünə küçədə sığınacaq axtarmağa məcbur olur. Məcbur olur və küçənin əz aramonları var. Elədir. Mənbələrdə onun əvvəllər diləndiyi, hətta ötən il oğurluğa görə saxlanıldığı yazılır. Amma bilirsən, burada məni əməlli başlı çaşdıran çox böyük bir ziddiyyət var. Hansı ziddiyyət? TikTok məsələsi. Hə, düz tapdın. Bir tərəfdən 3 ay küçələrdə yatan dilənən bir uşaq var, digər tərəfdən isə o, bu qısa müddətdə gözəlliyinə görə TikTokda xeyli populyarlaşıb. Aha, rəqəmsal dünyanın reallığı. Yəni, mənə çatmayan odur ki, rəqəmsal dünyadakı bu qədər diqqət, internetdə belə parlayan bir gəncin real həyatda necə bu qədər kimsəsiz qaldığını necə maskalaya bilir? Minlərlə insan ona baxır axı. Bax, bu sadəcə bir ziddiyyət deyil. Bu, alqoritmlərin ən həssas insanları necə fərqində olmadan istismar etdiyinin bir nümayişidir. T-teybi kimi uşaqlar üçün sosial şəbəkə əslində bir qaçış yoludur. Yəni, real həyatdan qaçırlar oraya. Bəli. O, real həyatdakı acılığı, anasından görmədiyi diqqəti virtual bəyənmələrlə kompensasiya edir. Lakin o minlərlə izləyici onu qorumur, sadəcə istihlak edir. Vizual olaraq istihlak edirlər. Düzdür. Virtual məkanda görünür olmaq onu küçədəki təhlükələrdən, məsələn, elə o dəm qazı ilə dolu mənzilə düşməkdən xilas etmir. Alqoritm onun yaşadıqlarını analiz etmir. Sadəcə cəzbediciliyini önə çıxarır. Deməli, internet sadəcə bir illüziyo, belə deyək də parıltılı bir maska yaradır. Tamamilə. İzləyicilər o maskanı alqışlayır, amma kimsə arxasındakı fəlakəti görmür. Dilənən və anası tərəfindən kaş ölərdi deyilərək rədd edilən o uşağı heç kim görmür. Görmürlər, çünki ekranda hər şey qaydasında görünür. Əslində, bugün masamıza qoyduğumuz bu materiallar bizə Xətaydakı o mənzildəki qaz sızmasından qat-qat daha böyük, təhlükəli bir cəmiyyət sızmasını göstərdi. Ailənin, məktəbin və polis qurumlarının
uşağın necə qoruya bilmədiyini gördük və ən əsası, Nədir ən əsası? diqqət mərkəzində olmağın əslində təhlükəsizlik demək olmadığını çox acı bir şəkildə anladıq. Çox doğru. Sonda isə siz izləyicilərdən bunu düşünməyinizi istəyirəm. Əgər bugün bir uşağın harada olduğunu, nə etdiyini məktəb jurnallarından yox, TikTok bəyənmələrindən daha tez öyrənə biliriksə, Hə, bu böyük bir siqnaldır. ay sağ ol. Bəlkə də uşaq hüquqları müdafiəçiləri və polislər artıq sadəcə küçələri və məktəbləri deyil, məhz bu rəqəmsal alqoritmləri patrul etməyə başlamalıdılar. Bəlkə itkin uşaqların xilas ediciləri küçə künclərində deyil, elə o sosial şəbəkə trendlərinin arasında axtarış aparmalıdır. Bu, həqiqətən də düşünməyə dəyər bir məsələdir. Mütləq düşünülməlidir. Bu dəfəlik bizdən bu qədər. Növbəti görüşədək özünüzə yaxşı baxın.